Hello everyone. Herkese salamlayıram. Deməli bugün mən istəyirəm ki, 7-ci sinif ingilis dili məktəb dərsliyində olan sonu ing və ed ilə bitən sifətlər haqqında sizə sadə bir izah verim. Deməli, ing və ed ilə bitən sifətlərdə biz deyirik ki, ing adətən aid olur cansız isimlərə. Məsələn, deyir this film is so boring, let's turn it off. Bu film deyir sıxıcıdır, gəl onu söndürək. Baxın görürsüz ki, burada film cansızdır. Ona görə də biz onunla sonu ing olan sifət işlətmişik. Amma ikinci nümunədə isə baxsaq, deyir I am bored, I don't know what to do. Mən çox sıxıldım, bilmirəm ki, nə edim. Burada isə gördüyünüz kimi söhbət insandan gedir, yəni canlı bir varlıqdan gedir. Ona görə də burada sifətimizin sonuna ed əlavə etmişik. Yəni bu o deməkdir ki, burada bu boring və bored sifətindən başqa bütün sifətlər də ola bilər. Yəni təkcə bu sifətlərdən söhbət getmir. Məsələn, deyə bilərik ki, this film is so tiring. Məsələn, bu film çox yorucu filmdir. Və yaxud da deyə bilərəm ki, I am very tired, so I want to rest. Mən çox yorğunam, beləliklə mən dincəlmək istəyirəm. Yəni, bir dəfəlik biz anlamalıyıq ki, sonu ed ilə bitən sifətlər canlı isimlərə, sonu ing ilə bitən sifətlər isə cansız isimlərə aiddir. Ümid edirəm ki, izahım bir çoxlarına faydalı olmuşdur.